Salam ay millət. Bugün meyvəli ikili ruleti hazırlamışam. Demək sizə nədən danışım? Səhər yenə limonlu suyla açmışam. Çünki bir həftədir bu vəziyyətdə diyetadayım və az qidalanıram. Nəysə çıxdım tərəzinin üstünə gördüm nə? Yəni eyni çəkidə nə artmamışım, nə də azalmamışım. Çox əsəbləşdim. Bəzi adamların sümüyü ağrıdı. Mənim də yəqin daşım ağrıdı. Ya da ürəyimdə qalan bəzi sözlər var idi ki, onlar bəzi adamlar çatdırmamışdım. Yəqin ki, tərəziyə o ağırlıq eləyib. Nəysə, oturdum özümə şirniyyat hazırladım. Burada ürək düzəltmişəm. Yəni əziz izləyicim, siz bundan sonra ürəyiniz adını başını buraxın, dediyiniz boş versən Allah. Nəysə, alınan qarışım soyuduqdan sonra başqa bir qaba qoyub mikserin bu başlığı ilə onu qarışdırırıq. Daha sonra üst toyuq yetmişəsini istifadə edilir. Sırf kənd yumurtası olduğunu isbat etməkdən ötürü toyuğu münasib yerindən ləli qopardı, yapışdırdı üstünə. Nəysə, sırayla yumurtaları əlavə edib mikserdən qarışdırırıq. Daha sonra soba listinin üstünə yağlı kağız sərib tort günlüyəndən bu formada hazırlayıb göndəririk 180 dərəcədə bişməyə. Mənim krem keçən dəfədən qalırdı. Siz istəsəniz resepti sizdən yenidə bölüşə bilərəm. İçinə mən meyvələr əlavə elədim. Banan və nektarin. Bişib soyuyandan sonra üstünə yağlı kağız sərdim və tərsinə çevirdim ki, naxışlı olan hissəsi çöldə qalsın. Ruletin üstünü hazır elədikdən sonra başlayıram onu beləncə vurmağa. İnşallah bundan sonra daha çox kökəlmərəm. Sizcə gələn dəfə nə hazırlayım?